siyasi gündəmin ən səs-küylü xəbərlərini, liderlərin bir-birinə atmacalarını, dövlətlərin müharibə təhdidlərini sizə təqdim edəcək, proseslərin hansı səbəbdən baş verməsini araşdıracağıq. Günün informasiyalarını həmkarlarım gün ərzində bu saata qədər sizə çatdırdılar. Biz isə indi bu informasiyaların arxasındakı mahiyyətə, detallara və reallıqlara baxacağıq. Nə baş verir deyə araşdıracağıq. Yaxın bir saat ərzində bələdçiniz mən olacağım, Jalə Həsənli. Dünya yenə çalxalanır. Bütün gözlər Rusiya-Ukrayna müharibəsinin həllinə fokuslanmışkən birdən bütün diqqətlər Hindistanla Pakistana yönəldi. Nə baş verdi? Hindistan Pakistanın Dehlidəki səfirliyinin əməkdaşlarını ölkədən çıxarır. Eyni zamanda Pakistan vətəndaşlarının ölkəyə girişi qadağan edilir. Ölkədəki Pakistanlılara isə Cənubi Asiya Respublikasını tərk etmələri üçün 48 saat vaxt verilir. Bu bir neçə gün əvvəl Pahalgam terror hücumundan sonra Hindistanın Pakistana qarşı cavab tədbirləri kimi qiymətləndirilir. Hindistan Kəşfiyyat Xidmətləri rəsmi İslamabadın terror aktında əli olduğundan şübhələnir. New York Times'da yazır ki, nüvə gücləri olan Hindistan və Pakistan arasında münasibətlərin gərginləşməsi yeni silahlı qarşıdurma təhlükəsi yaradır. Analitiklər isə hesab edir ki, Hindistanla Pakistan arasında mövcud Kəşmir məsələsini yenidən gündəmə gətirmək kənar qüvvələrin marağındadır. Xüsusilə Çinlə sərhəddə belə bir xaosun yaranması bu ölkələrin iqtisadi tənəzzülünə hesablanmış bir addımdır. Söhbət nədən gedir? Mövzunu əməkdaşımız Məhsəti Seyidzadə davam etdirəcək. Hindistanla Pakistan arasındakı diplomatik gərginlik Hindistanın Pahalgam ərazisində naməlum şəxslərin silahlı hücumundan sonra yaranıb. Cavab tədbiri olaraq Hindistan-Pakistan sərhəd keçid məntəqəsi bağlanıb. Çay suyunun paylaşılmasına dair 1960-cı ildə İslamabadda bağlanmış və 3 Hind-Pakistan müharibəsindən sonra belə qorunub saxlanılan iki tərəfli saziş də ləğv edilir. Hindistan Xarici İşlər Nazirliyi tərəfindən açıqlanan sərt tədbirlər sırasında Pakistanın Hindistan paytaxtında səfirlik əməkdaşları təxminən yarıya qədər 55-dən 30-a qədər ixtisar edilməlidir. Həmçinin əvvəllər Pakistan vətəndaşlarına verilən bütün giriş vizaları ləğv edilib. Hindistan ərazisində olan Pakistan vətəndaşlarına isə ölkəni tərk etməsi üçün 48 saat vaxt ayrılıb. Hindistan Kəşfiyyat Xidmətləri terror aktındasa rəsmi İslamabadın terror əli olduğundan şübhələnir. Kurulmaya çalışılan terör örgütünün Pakistan'la hiçbir bağlantısı yoktur. Üstüne üstlük Pakistan tarafından yasaklanmış ve mensupları hakkında yakalama kararı çıkartılmış ve terör örgütü statüsündeki bir örgüttür. O nedenle Pakistan'a, özellikle Pakistan üzerine bu tür provokatif eylemlerle gidilmek istenmektedir. Pakistan'ın iftiralara maruz kalıp ekonomisinin de yıkılmak istendiği, nükleer tesislerin ele geçirilmek istendiği bir gerçektir. Indus Nehri, Indus Vadisi üzerindeki Indus Nehri'ne barajlar yapılması yoluyla suyun kesilmesi Pakistan ekonomisinin %20'sini felç edecektir. Hindistan ve Pakistan arasında baş veren bu cür qarşı durmalar təsadüfi deyil. Yəni, böyük güclərin maraq dairəsindədir. Bunu da məqsəd yönlü şəkildə qızışdırılır. Çünki iki nəhəng dövlətin müharibə həddinə gələrsə, bölgədə böyük bir xaos yaranar. Bu xaos fonunda da böyük güclər öz maraqlarını diktə edər. Hesab edirəm ki, qarşı durmanın pik həddə çatmamış iki dövlət arasında ağıllı insanlar, dövlət başçıları ortaq bir variantə gəlib qarşı durmanı söndürəcəklər. Çünki onlar da anlamalıdır ki, bu cürə münaqişənin arxasında böyük güclərin maraqları var. Yəni, iki nəhəng dövlət böyük güclərin əlində alətə çevrilir. Hindistanla Pakistan arasında mövcud ən mübahisəli məsələ Kəşmirdir. O, hər iki dövlətin sərhəddində yerləşir, böyük hissəsi Hindistana, kiçik bir hissəsi isə Pakistana aiddir. Terror aktının da məhz bu əraziyə yaxın turistlərə aid bir məkanda baş verməsi də analitiklərə görə təsadüfi deyil. Bu cürə problemlər böyük güclərin maraq dairəsində olduğuna görə bu cürə problemlər, yəni iki nəhəng dövlətin arasında konfliktin olmasında maraqlı olan böyük güclər bu cürə problemlərdən sui-istifadə edərək öz şərtlərini diktə etməkdədir. Yaxın uzaq şərqdə Hindistan və Pakistan arasında bu cürə gərginlik regionda stabilliyi pozacaq
bir vəziyyətə gətirə bilər. Bu bölgədə isə stabilliyin pozulması başlıca Birləşmiş Ştatların maraq dairəsində. Çünki Çinin ətrafında xaosun yaranması Çin iqtisadiyyatına bu və digər formada təsir edir. Her iki ülkenin de nükleer silaha sahip olması nedeniyle acaba bir nükleer savaş fitili ateşlenir mi sorularda cevap beklemektedir. Çünkü uluslararası basın bu konuyu ısrarla dile getirdiği görülmektedir. Son zamanlarda Ukrayna-Rusya savaşında Rusya nükleer silah kullanır mı soruları, İran, Amerika, İsrail arasında gerilimlerde İran tarafına bir nükleer saldırı gerçekleşir mi ya da İsrail-İran arasında bir nükleer çatışma fitil ateşlenir mi soruları uluslararası kamuoyunu meşgul ederken Hindistan-Pakistan arasında yeni bir gerilim ve bu gerilime bağlı olarak bir konvansiyonel savaş ve savaşın akabinde Hindistan-Pakistan arasında nükleer füzeler ateşlenir mi soruları ard arda gelmektedir. Qeyd edək ki, Hindistanın şimalında dinc sakinlərə qarşı törədilən hücum 2000-ci ildən bu yana regionda baş vermiş ən qanlı terror aktıdır. Analitiklər hesab edir ki, nüvə silahına malik iki nəhəng dövlət böyük güclərin əlində alətə çevrilib, regionda stabilliyi pozmamalı, eləcə də bölgədə yeni bir xaosun yaranmasına səbəb olmamalıdır. Amma hadisələrin gedişi regionda yeni bir gərginlik ocağının yaranmasına dəlalət edir. Hindistanın İNS Vikrant təyyarə daşıyıcısı limanını tərk edən, daha doğrusu limanını tərk edərək Pakistana doğru hərəkət eləyir. Hazırda elə həmin kadrlarda izləyirsiniz. Bununla bağlı Telegram kanallarında bugün görüntülər yayıldı. Və bu müharibə anonsu kimi də qiymətləndirildi. Bir daha deyək ki, İNS Vikrant təyyarə daşıyan gəmisi limanını tərk edərək Pakistana doğru hərəkət edib. Dediyimiz kimi bu da qarşı tərəfdən müharibə anonsu kimi dəyərləndirildi və Pakistandan da cavab gecikmədi. Nəinki gecikmədi, hətta Pakistan müharibəyə hazır olduqlarının siqnalını da verdi. Müharibə istəyirsiniz? Başlayın. Pakistan hazırdır. Pakistan Müdafiə Nazirliyi rəsmi hesabında belə bir paylaşma elədi. Bildirilib ki, çox sağ ol Modi, sən bizim xalqı birləşdirdin. Əgər bizim mülki vətəndaşlarımız təhlükə altındadırlarsa, mən açıq şəkildə bildirirəm ki, Hindistan vətəndaşları da təhlükəsiz olmayacaqlar. Bunu Pakistanın Müdafiə Naziri Xavaca Asif deyib. Bildirib ki, Hind çayında suyun qarşısını kəsmək rəsmən müharibə aktı kimi qiymətləndiriləcək. Asiyadan gələn hər xəbər indi təkcə regionun yox, bütöv dünyanın taleyinə toxunmuş olacaq. Hindistanla Pakistan arasında baş verənlər artıq sadəcə sərhəd gərginliyi deyil, bu nüvə silahına sahib iki dövlətin bir addım sonra hara gedəcəyinin də sualıdır. Üstəlik, bu qarşıdurmanın arxasında təkcə bir hücum və ya su mübahisəsi dayanmır. Arxada daha böyük oyunçular, daha incə ssenarilər var. Diplomatik əlaqələr kəsilir, xəbər verdiyimiz kimi vizalar ləğv olunur, səfirlik heyətləri ixtisar edilir, təyyarə daşıyan gəmilər limanı tərk edərək Pakistana doğru gedir, sular kəsilir. Bütün bunlar nəyi xatırladır sizə? 21-ci əsrdə yeni bir soyuq müharibənin istifazası ola bilərmi? Bəs görəsən, bu qarşıdurma nə vaxtdan planlanırdı? Bu qədər sürətli reaksiya və hərbi hazırlıq sadəcə bir naməlum hücumun cavabı, yoxsa ssenari çoxdan yazılıb, oyuncular sadəcə rollarına indi daxil olublar?